50% 10 litr spirt məhluluna neçə litr su əlavə edilsə, 20% spirt məhlulu alınır. Əvvəlcə 10 litr spirt məhlulunun tərkibindəki spirti tapaq. 50 vurulsun 10 bölü 100. Yəni 10 litrin %50'si spirtdir. O da bərabərdir 5. Deməli 5 litr spirt vardır. Bu qədər spirtə nə qədər su əlavə edilsə 20% spirt məhlulu alınır. Yəni 10 litrin üzərinə x su əlavə etsək, alınan məhlulun 20% spirt olmalıdır. Yəni 20% 5'ə bərabər olmalıdır. Çünki spirt 5 litrdir. Buradan 20 ilə 100'ü ixtisar etsək, alarıq 5. 10 plus x bərabərdir 25. X bərabərdir 15. Deməli, 15 litr su əlavə etmək lazımdır. Düzgün cavab B-dir.